Azərbaycan prezidenti İlham Əliyev ötən gün Gürcüstanda dövlət səfərində idi. Rəsmi qarşılanma mərasimi keçirildi. Gürcü həmkarı Mixail Kavelaşvili ilə görüşü oldu. Təkbətək görüş keçirdilər. Geniş tərkibdə görüşlər oldu. Daha sonra baş nazir İrakli Kobaxidze ilə bir görüş baş tutdu. O yenə də hər iki tərkibdə görüşlər keçirildi və bu görüşlərdə mühüm məsələlərdən danışıldı. Vacib məqamlar qeyd olundu. Görüşlərin ardından mətbuata bircə bəyanatla çıxış etdi liderlər və bu açıqlamalarda diqqət çəkən məqamlar var idi. Məsələn, Prezident İlham Əliyev Azərbaycanın enerji ehtiyatlarını, eləcə də Xəzərin şərq sahillərindən əldə olunan neftin, qazın məhz Gürcüstan vasitəsilə Avropaya ötürüldüyünə diqqət çəkdi və bu məsələdə Gürcüstanın Azərbaycanın enerji ehtiyatlarından şaxələndirilməsi məsələsində başlıca rol oynadığını qeyd elədi. Məlum məsələdə 30 il ərzində münaqişə dövründə Ermənistan özünü belə deyək, blokadaya saldığı dövrdə məhz Gürcüstan vasitəsilə Azərbaycan öz ehtiyatlarını dünya bazarına çıxarırdı. Əsasən də Avropa istiqamətində, qərb istiqamətində daşınan ehtiyatlardan gedir söhbət. Amma hazırki vəziyyətdə belə deməli Ermənistana ötürülən deməli ticarət malları belə deyək, yenə hələlik Gürcüstan üzərindən həyata keçirilir və yenə də alternativ olaraq və əsas bazar, əsas yol olaraq bu istiqamət əsas götürülür. Prezident İlham Əliyevin maraqlı qeydləri var idi bu mətbuat konferansında. Cənubi Qafqazda sülh prosesinə toxundu və digər maraqlı məqamlara işarə etdi. Onlarla bağlı prezidentin çıxışını izləyək. Bugün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bugün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi, amma bugün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir. Və burada Gürcüstanın rolunu da mən xüsusilə qeyd etmək istərdim. Cənab Baş Nazir Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə də toxundu. Deyə bilərəm ki, bu prosesi gücləndirmək üçün sadəcə olaraq imzalanmış sənədlər yetərli deyil. Biz hər an, hər addım atıldıqda gərək bu sülhü gücləndirək və bunun ən yaxşı istiqaməti də ticarətdir. Və bugün Azərbaycanla Ermənistan arasında ticarət Gürcüstan vasitəsilə həyata keçirilir. Prezidentin də qeyd elədiyi kimi bugün dünyanın müxtəlif yerlərində sülh, əmin-amanlıq, təhlükəsizlik pozulur və o deməli pozulduğu yerlərdən bir də məsələ bizim regionumuzdur, cənub qonşumuzda, İranda, yaxın şərqdə baş verən prosesləri bütün dünyaya bəllidir və öz təsirini göstərməkdədir. Donald Trump ötən gün jurnalistlərin qarşısına çıxdı, bir sıra məsələlərlə bağlı açıqlamalar verdi. Yenə dünyanın diqqət mərkəzində qalmağa çalışdı və açıqlamalarından diqqət çəkən məqamlardan biri o idi ki, məhz bu gün üçün İranın vaxtının bitdiyini, ona verdiyi, Tehrana verdiyi son 10 günün artıq son günü olduğunu qeyd elədi və hətta belə bir deməli cümləsi də var idi. İranı tamamilə məhv etmək üçün bizə bir gecə lazımdır. Bunu sadəcə deməli əmri verməklə bu addımı ata bilərik. İranın təqdim etdiyi təklif əhəmiyyətlidir, amma bizim üçün yetərli deyil, deyir Ağ Evin rəhbəri. Trump həm də onu qeyd edir ki, İran neftinə sahib çıxmaq istəyir, nəzarət etmək istəyir. Hər şey ondan asılı olsaydı bunu həyata keçirərdi, amma təəssüf ki, Amerika cəmiyyəti evimizə tez qayıtmağımızı istəyir bizdən və belə bir vəziyyətdə təbii ki, biz də Amerika xalqının xoşbəxt olmağını istəyərik, deyir Donald Trump. İranda rejim dəyişikliyi olduğunu bir daha iddia edib və qeyd edir ki, əvvəlkilərdən daha ağıllıdır indi Tehranı, İranı idarə edənlər. Sepahın Kəşfiyyat Təşkilatının rəisi general Seyid Məcid Xadimi öldürülüb. Deməli, Sepahın İctimaiyyətlə Əlaqələr şöbəsi bununla bağlı məlumat yayıb. Onun Amerika Birləşmiş Ştatları və İsrailin hava hücumları zamanı öldürüldüyünü qeyd edib. Yeni ali lider
Müştaba Xamneyinin Telegram hesabında bir paylaşım var. Qeyd edir ki, kəşfiyyat xidmətinin rəisinin öldürülməsi İran xalqını sarsıtmayacaq və biz öz amalımız uğrunda mübarizəni davam etdirəcəyik. İsrailin İranın ən böyük neft kimya zavoduna zərbəsi ümumiyyət iki tərəf arasında İsrail bir tərəfdən bunu böyük bir uğur kimi qeyd edir. Tehran isə qeyd edir ki, belə bir hal yaşanmayıb və hər halda İsrail qaçsın. İsrailin Müdafiə Nazirinin verdiyi məlumata görə son zərbələr nəticəsində İranın neft kimya məhsullarının ixrac potensialı 85% məhv edilib. Küveytdə yerləşən Əli Əl-Salim hava bazasına isə pilotsuz uçuş aparatları vasitəsilə İran tərəfi zərbələr endirib. CBS News 2 ABŞ mənbəsinə istinadən məlumat yayır ki, pilotsuz aparatın İran ərazisindən buraxıldığı ehtimal olunur. Amerika Birləşmiş Ştatlarının prezidenti Hörmüz boğazından nəzarət etmək istədiyini də qeyd edib və həmin boğazdan keçəcək dünya gəmiləri üçün, neft tankerləri üçün əlavə rüsum əldə etməyi istəyir. Bəli, Trump okeanın o tayında oturub, bu tərəflərdə boğazdan keçəcək olan gəmilərdən də pul əldə etmək istəyir, maliyyə imkanlarını daha da yaxşılaşdırmaq istəyir. İranın da bununla bağlı təbii ki, planları var və buna nə qədər yol verər, buna nə qədər razı olar. Ümumiyyətlə, iki ölkə arasında sadəcə hələ müzakirə mərhələsində olan sülh planında, atəşkəs planında bu bəndlər varmı, nələr qeyd olunub? Bunlarla bağlı saat 9 efirində daha ətraflı danışacağıq. Hələlik isə bu qədər.